Pişiklər otelinə gələn növbəti 3 suala cavab vermək istəyirəm. Birinci sual odur ki, pişiklər oteldə qaldığı müddətdə həkim nəzarəti varmı? Təbii ki, bizim həkim nəzarətimiz var. Zöhrə doktor uzman həkimdir. Pişiklər üçün, insanlar üçün yox və o mütəmadi olaraq bizim pişikləri nəzarət edir və hər hansı bir problem olanda biz mütləq ki ona müraciət edirik. İkinci sual ondan ibarətdir ki, pişiklər tək-tək gəzirmi, oynayırmı? Təbii ki, biz bütün videolarımızda deyirik ki, pişiklər bax bu cür meydançalarda tək-tək gəzir və əlavə olaraq bütün ərazimizdən tək-tək istifadə edir. Və üçüncü sual bundan ibarətdir ki, pişiklər nömrələrdən çıxdıqda onlar təmizlənilmir. Təbii ki, dezinfeksiya olunur, xüsusi vasitələrdən istifadə edirik və tam steril şəraitə gətirib ondan sonra növbəti pişiyi qəbul edirik. Və bonus olaraq onu deyim ki, bizdə 7/24 kameradır. Siz pişiyinizi görə bilirsiniz, baxa bilirsiniz, eşidə bilirsiniz. Əsas məsələ dünyanın istənilən nöqtəsində olmaq şərti ilə rahat şəkildə pişiyinizi görə bilərsiniz. Onun üçün də pişiyinizi rahatlıqla istirahətdə Catch School-a gətirə bilərsiniz.